Esselamu Aleyküm və Rahmetullah, değerli Müslümanlar, Mizan Yardım Qrupunun üzvləri. Allah sizin əhlivizə, malınıza bərəkət versin. Hər həftə olduğu kimi bu həftədə Allahın izni ilə, rəhməti ilə Mizan Yardım Qrupu tərəfindən ərzaqlarımız alınıb, paketlənib. 50 ailəyə Allahın izni ilə ərzaq paketləri veriləcək inşallah və onlardan 20'si bir zəhmət çək. Bura Qaraçuxura gətirilib. Buradan Qaraçuxur məscidinə gələn ehtiyaclı, zəif, yaşlı, xəstə müsəlmanlara bu ət paylarımız, ərzaq paylarımız təqdim olunacaq. Allah sizin əhlivizə, malınıza bərəkət versin, Rəbbim bizdən qəbul etsin. Uca Rəbbimiz buyurur ki, sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə, yəni cənnətə nail olmazsınız. Allaha dua edirəm ki, Allah bizdən qəbul etsin, Allah sizə bərəkət versin. Esselamu Aleyküm. Esselamu Aleyküm və Rahmetullahi və Bərəkət mühtərəm müsəlmanlar və Mizan Yardım Qrupunun üzvləri. Bugün iyun ayının 6-sı 2026-cı il. Mizan Yardım Qrupu tərəfindən ərzaqlarımız alınıb, paketlənib, gün ərzində paylanacaq. Allah Subhanahu taala müsəlmanların malına, mülkünə, əhlinə bərəkət versin. Esselamu Aleyküm və Rahmetullah. Bugün iyun ayının 7-si 2026-cı il. Mizan Yardım Qrupu tərəfindən bugünkü ərzaqlarımız Mehdabad, Xırdalan, Binəqədi, Masazır ərazisində olan ehtiyaclı ailələrə çatacaq. Allah Subhanahu taala bərəkət versin.